Sizlərlə bugün say sistemindən belə bir misala baxacağıq. İlk öncə şərtlə tanış olaq. 16-cı say sistemində yazılmış 50 rəqəminin ən kiçik ədəd 8-ci say sistemində təsvir edilərsə hansı rəqəmdən başlayır? 16-cı say sisteminin ən kiçik 50 rəqəminin ədədi 1 ilə başlayır və 49 dənə 0 yazılır. Deməli, biz indi bunu 16-dan necə göstərə bilərik üstər kimi? 16 üstü 49 yaza bilərik. Burada 16 bu 1 əvəz edir. 16 üstü 49 da 2 üstü kimi götürsək edir nə? 2 üstü 4. Bu da mötərizə açısından 49. Bunları da 2 sayısını çevirdikdə 2 üstü nə alınır? 196 alınır. Deməli, 2 üstü 196 bu deməkdir ki, 1, 196 dənə 0-dır. 2 sayısında yazışı budur. Və biz bu 2 üstü 196-nı 8-ə çevirmək üçün 2 üstü 196 bölünsün 8-i belə təsvir edəcəyim. 2 üstü 3 kimi. Əgər məxrəc 2 üstü 3-dürsə, sürət də buna uyğun olmalıdır. Yəni 2 üstü 3 mötərizə xaricində nə olacaq? 65. Çünki 3 ilə 65-i vurduğumuz zaman 195 alırıq. Yəni 196 yaxın bir rəqəm alırıq. Və bu 196-nı da almaq üçün 2 üstü 1 yaza bilərik. Üstləri topladığımız zaman bizə 2 üstü 196 ədədini vermiş olur. Daha sonra isə 2 üstü 3-lər ixtisar gedir və buradakı 2-ni önə yazırıq və 65 də nədir? 0 deməkdir. 65 ilə 0 deməkdir. Yəni 65 ilə 0-ı da rəqəmin axırına yazırıq. Deməli, bizim burada ədədimiz hansı rəqəmlə başladı? Bizim ədədimiz 2 rəqəmi ilə başladı. 8-ci sayəsində bu 50 rəqəminin ədədim ilkin rəqəmi burada oldu. Nə? 2.